Məsələn, günəş batandan sonra düzdür, artıq elan olundu ki, bayramdır, başlayır çıxartmaq. Nə vaxta qədər çıxarda bilər? Axır vaxtı nə vaxta qədərdir? Bunu da yeri gəlmişkən qeyd edim, ola bilsin Allah subhanahu və teala faydalı etsin. Bu barədə alimlərin iki görüşü var. Bir qrup alimlər deyiblər ki, səhər bayram namazına qədər çıxartmalıdır. Səhər bayram namazına qədər çıxartmalıdır. Əgər bayram namazına qədər çıxartmasa, bayramdan sonra versə, bu artıq sayılmır, adi sədəqə hökmündədir. Bunu bir qrup alimlər deyiblər, müasirlərdən Şeyx İbn Baz və Şeyx İbn Hüseymin bu görüşün üzərindədir. Bir qrup alimlər də deyiblər ki, cümhur alimlər, deyiblər ki, bayram günü günəş batana qədərdir. Elə ki, bayramdır, bayram namazını qıldığın, həmin gün məğrib namazına kimi, yəni günəş batana qədər fitrə zəkatını çıxarda bilərsən. Bu görüş cümhur alimlərin görüşüdür. Və bir məsələni də qeyd edim, bu məsələ ilə bağlı. Günəş batandan sonra bayram axşamı kimin övladı olarsa, övladı dünyaya gələrsə, onun adından fitrə zəkatı çıxartmaq müstəhəbdir. Vacib deyil, amma müstəhəbdir.